Salam əziz şagirdlər, hər vaxtınız xeyir. Mən EMAŞEM Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi Yaqut Səfixanova. Bu gün sizlə 26 iyun tarixində keçirilmiş 5-ci siniflərin liseylərə qəbul imtahanının sualları üstündə danışmaq istəyirəm. Başlayaq suallarımıza. Bizə nə deyir? Deyir ki, sözlərdən birini həm indiki zaman şəkilçili feil, həm də düzəltmə isim kimi düşünmək olar. Biz onu həm feil, həm də isim kimi düşünülən sözü tapmalıyıq. Baxırıq variantlarımıza. A variantı gəlir, C gələcək, B çıxar, D baxır. Biz avtomatik olaraq indiki zaman dediyinə görə B variantını və C variantını buradan çıxardırıq. Qalırıq baxır və gəlir arasında. Baxır sözünü leksik şəkilçili isim düşünə bilmərik. Qalır bizim hansı sözümüz? Gəlir, yəni qazanc mənasında leksik mənalı, yəni leksik şəkilçili isim. Bir də ki, gəl, gəlir. O bura gəlir. Zaman şəkilçili bir feilimiz. Bizim olacaqdı. Doğru variantımız A variantı. Yəni gəlir sözünü biz iki mənada düşünə bilərik. Hər iki mənası uyğun gəlir variantımıza. Həm indiki zaman şəkilçili feildir, eyni zamanda bizdən nədir bu? Düzəltmə isimdir. Leksik mənası olmayan sözü tapmalıyam. Leksik mənası olmayan sözümüz hansı ola bilər uşaqlar? Əlbəttə ki, köməkçilərimiz olacaq. Doğru variantımız D variantı. Daha sonra 3-ə baxırıq. Toplu ismi müəyyən edirik. Toplu isimlər, yəni məzmunca cəmdə olan sözlərdir. Əhali sözü doğru variantımız olaraq qeyd edə bilərik. Üzümdür, hamıdır, çoxludur, bunları göstərə bilmərik. Daha sonra gəlirik 4-cü sualımıza. Davam edirik 4-cü sualla. Mənsubiyyət şəkilçili sifəti tap. Sifət dediyinə görə B variantı, D variantı getdi. Elə C variantını da çıxardıram. O da əvəzlikdir. Ağıllısı, uşaqların ən ağıllısı. Ağıllı sifətdir, mənsubiyyət də qəbul edib. Olacaq A variantı bizim doğru variantımız. Yer zərfini müəyyən edin. Biz nə demişik? Yer zərfində konkretlik olmayacaqdır. Yəni evdir, meşədir, məktəbdir, bunları isim kimi dəyərləndiririk. Amma irəli, geri, aşağı, yuxarı, sağ, sol bunları isə biz nə kimi dəyərləndirəcəyik? Elə zərf kimi dəyərləndiririk. Doğru variantımız C variantı. Hansı birləşmənin birinci tərəfi nitq hissəsinə görə digər birləşmələrinin birinci tərəfindən fərqlənir? Baxaq görək, yəni aslı tərəfində bizə deyir ki, 3-ü bir nitq hissəsi olsun, biri isə fərqli olsun. Köhnədir, çalışqandır, günahsızdır, sifətdir. Amma gətirilmiş m şəkilçisini gördük, feili sifət kimi dəyərləndiririk. 3-ü sifət, 4-cü isə feildir. Buna görə də fərqlənəcəkdir. Gəlirik sonra 7-ci sualımızın izahına. Nə deyir bizə 7-ci sualımızda? Bizə deyir ki, feilin təsriflənməyən formalarının 3-ünə dair nümunə olsun. Gülən, hazırlamaq, keçiriləsi. Burada biz ikisini gördük. Feili sifət və məsdər gördük. Oxuduğu, yazmaq, keçdikcə. Oxuduğu dıq mənsubiyyəti gördük. Bizə deyir hər üçünə aid nümunə olsun. Oxuduğu dıq mənsubiyyət nə idi? Feili sifət idi. Yazmaq məsdər idi. Keçdikcə, dıqca, dikcə, duqca, dükcə. Burada nə göstərəcəyik biz onu? Biz onu keçdikcə feili bağlama kimi göstərəcəyik. Götürüləcək, acaqəcək şəkilçisi, paslanan. Yenə burada feili sifət, pozmaq məsdərdir. Güləyən. Güləyən nə olacaq bizim doğru variantımız? Güləyən. Aha. Deməli, güləyən uşaqlar bizim sifətimizdir. Gülən olmadı. Güləyən dedi bizə. Bax, güləyən. D variantı yazanlar diqqətli olmaq lazımdır. Bizə gülən yazmayıb, güləyən yazıb. Bu elə sifətin özü olduğuna görə çıxardırıq. Doğru variantımız oxuduğu, dıq mənsubiyyət, yazmaq, məsdər, keçdikcə, dıqca, dikcə, duqca, dükcə şəkilçisi, yəni feili bağlama kimi düşünə bilərik. D variantı yazıb, D variantında qarşılığa düşənlər orada gülən yox, güləyən formasından istifadə edib. Ağan, əğən şəkilçisidir. O da feildən sifət düzəldir. Sonra gəlirəm digər sualımıza. 8-ci sualımıza nə deyir bizə? 8-ci sualımızda deyir ki, təyini əvəzlik işlənməmiş. Özü gördüm, bütünü gördüm, filanı gördüm. Elə qalacaq mənim A variantım. Hərə bir arzu ilə yaşayır. Deməli, təyin əvəzlik olmayıb. Bütün əsas nitq hissələrinə aid olsun. Yəni ki, bizim əsas nitq hissələrimiz hansıdır? Hamısına aid nümunə işlənsin. Paltarları möhkəm bir çantaya yığıb bağladı. Paltar isim, möhkəm sifət, möhkəm bir çanta. Burada biri biz ədat kimi dəyərləndirəcəyik. Birləşmə daxilindədir deyə. Çanta isim, yığıb, yığaraq
feil, bağlamaq feil. Deməli, biz bunu götürə bilməyəcəyik. Bir çoxları onun təzə topuna heyrətlə baxırdılar. Bir çoxları saydı, o əvəzlikdir, təzə sifətdir, top isimdir, heyrətlə zərfdir, baxırdılar, baxırdı isə bunu feil kimi dəyərləndirəcəyik. Deməli, bizim bir çoxları sayımız var, əvəzliyimiz var, təzə sifətimiz var, top ismimiz var, heyrətlə zərfimiz var və feilimiz var. Elə B variantı düzgün cavabımızdır. Baba isim, nəvələri isim, tez-tez zərf kimi, maraqlı sifət, nağıl isim, danışırdı, feil. Burada sayımız olmadı. 1-2 sakindən, 1-2 say, sakin isim, başqa sifət, hamı əvəzli, bu əvəzli, fikrə isim, razılığını isim bildirdi. Burada da zərfimiz yoxdur. Amma B variantında sayımız da var, əvəzliyimiz, sifətimiz, ismimiz, zərfimiz və feilimiz hər biri iştirak edib. Gəlirik 10-cu suala. 10-cu sual bizdən nə istəyir? 10-cu sualda bizə deyir, miqdar sayının mənaca hər üç növ olsun. Yəni, müəyyən miqdar, qeyri-müəyyən miqdar və kəsir sayı. Baxırıq variantlarımıza, lövhədəki natıma misalların cavabı 5 və 10-da 1 idi. Miqdar var, bir də müəyyən miqdar var, bir də kəsir var. İnsanları bir zamanlar inandıqları vacib məsələləri təxirə salmamağı əcdadlarından öyrənmişlər. Burada bir zamanlar, nə zaman? Bir vaxtlar, bir zamanlar. Bunu siz tərkib daxilində götürəcəksiniz. Bir çox insanlar həftənin 7 gününü işləmək məcburiyyətindədir. Bir çox qeyri-müəyyən, 7 müəyyən, deməli, burada kəsirimiz yoxdur. İşçilərin bir neçəsi, bir neçəni götürəcəm qeyri-müəyyən, 2 müəyyən, hər iki tapşırığı sadəcə 2-də 1, bu da kəsirdir. Deməli, hər üç növə D variantını verə bilərəm. Gəlirik 11-ci sualımıza. 11-ci sualımız nədir? Bizə deyir ki, şirin sözlə insanları aldadırdı, uçsuz-bucaqsız zəmilər dəniz kimi dalğalanırdı. Bu suallara baxaq. Bizə nə deyir? Deyir, cümlədəki feil quruluqça düzəltmədir. Aldadırdı. Aldatmaq sözüdür, düzəltmə deyil. Mən birləri rahatlıqla çıxardıram, qalıram A-nın S-nin arasında. Sonra uşaqlar, biz nəyə diqqət eləməliyik burada? Əgər bir variant, məsələn 2 və yaxud da 3 ortaya yazılmalıdırsa, mən onu doğru variant kimi götürə bilmərəm. Məsələn, baxıram, keyfiyyət bildirən sifət işlənib, şirin sözlə. Burada sözün, belə deyək də, daxili xüsusiyyətini bildirir, keyfiyyətini bildirir. Burada onun tamı olmur ki, biz ona yəni şirin söz dedikdə biz onun keyfiyyəti mənasında düşünə bilərik. 2-ni doğru variant kimi götürə biləcəm. Çünki uçsuz-bucaqsız zəmilər burada artıq onun gözümüz görür əlamətidir. Yəni 2 sırf birinci cümləyə aiddir. Uçsuz-bucaqsız zəmilər dəniz kimi dalğalanırdı. Quruluqca sayda konkret isim işlənmişdir. Burada diqqətli olmalıyıq uşaqlar. Bizə nə deyir? Bizə deyir ki, isim işlənib. İsim, konkret isim. Baxın, burada zəmi sözünü götürə bilərsiniz. Dəniz sözünü götürə bilərsiniz də, yəni. Burada isə insan sözü. O da sadə sözdür də uşaqlar. Bizə deyir ki, quruluqca sadə olsun, konkret isim olsun. Hər ikisi sadədirmi? Bəli, sadədir. Bəs 3 ortağı olmalıydısa, niyə ikinci cümlənin altından verilib? Deməli, 3-ü mən doğru variant hesab edə bilmərəm. 3-ü burada variantların arasından çıxartmalıyam. Mənim burada zəmi sözüm, digərində isə insan sözüm var. Mürəkkəb sifət yaxın mənalı sözlərdən yaranıb. Uçsuz, bucaqsız. Verə bilərəm, doğrudur, mürəkkəbdir, eyni zamanda yaxın mənalılardan yaranıb. 4-ü götürə bilərəm. Daha sonra cəmdə olan isimlər eyni halda işlənmişdir. Uşaqlar, cəmdə olan isim insanları kimi təsirli haldadır. Zəmilər nə adlı haldadır? 5-i ortağa verə bilmərəm. Hər iki cümlədə köməkçinin hissəsi var. Şirin sözlə, sözlə. Nə olacaq burada? İlə, lalə, qoşma. Bir də burada kimi dalğalanırdı. Burada da yenə qoşma. Elə 6-nı da uyğun götürə bilərəm. 2, 4, 6 doğru variantım A olacaq. Gələk digər səhifəmizə, digər səhifəmizdəki suallarımıza nəzər yetirək. Baxaq buna uşaqlar. Deməli, mətnimizi oxuyuruq və mətn üstündə cavablandırmağa başlayırıq. Bizə birinci nə deyir? Deyir ki, üzərində rəqəm qoyulmuş ifadələrin mənalarını tapaq. Nə deyir bizə rəqəm qoyulmuşlar? Hansılardır? Deməli, təngə gəlmək. Təngə gəlməyi bezmək kimi götürə bilərik. Birə S-ni verdim. Daha sonra ikinci hansıdır uşaqlar? İkinciyə gələk tapaq. Deyir, qərara alır. Qərara almaq qəti bir fikrə gəlmək. 2-yə D-ni qoydum. Daha sonra gəlirəm üçüncüyə. Əsasını qoydu. Əsasını qoydu, yaratdı. Verə bilərəm, doğrudur. Məsləhət görmək, tövsiyə etmək. Deməli, 1-ə S-ni qoydum, 2-yə D-ni, 3-ə
yaratmaq A-nı, 4-ə isə B-ni qoya bilərəm. 4-ə isə olacaqdır tövsiyə etmək. Mənim doğru variantım olacaqdır deməli D variantı. Sonra uşaqlar gəlirəm digər sualımıza. Deyir, altından xətt çəkilmiş ifadənin qarşılığı Roma rəqəmi ilə işlənmiş hansı abzasda verilib? Baxıram, altından xətt çəkilmiş alıcı, alıcı sözü. Alıcı sözünə biz bir də harda rast gəldik? Mətni oxumuşuqsa. Plank 1997-ci ildə deməli 100 min dollarlıq sifariş aldı. Müştərilərinin ehtiyacını təmin etmək üçün Ohio'da fabrikini qurdu. Deməli, biz burada alıcı sözünü, müştəri sözünü göstərə bilərik. Deməli, dördüncünü doğru variant hesab edə bilərik. Sonra gəlirəm 14-cü suala. Mətndə tünd şriftlə verilmiş sözü eyni mənada işlət. Yəni, məcazidir, məcazi, həqiqidir, həqiqi. Tünd qara şriftlə verilmiş sözümüz bizim hansıdır? Götürərək. Deyir, sonra o hazırladığı məhsulların hamısını götürmək. Həqiqidir. Baba ailənin məsuliyyətini öz boynuna götürdü. Məcazidir, mənə həqiqi deyir, yəni həqiqi olmalıdır. Zəif nəticəyə görə söz götürmək. Məcazidir, kitabları da götür, müəllimin yanına get. Götürmək burada həqiqidir. Kitabı mən əlimə alıb gedə bilərəm. Qəfildən qorxulu səs meşəni götürdü. Burada da məcazidir. 15-ci sual deyir, mətndə nəyə cavab tapmaq olmaz? Kevin hansı sahə ilə məşğul olurdu? Deyir ki, futbolçuydu. Səfərə nə ilə çıxmışdı? Nənəsinin zirzəmisindən başladı. Hazırladığı məhsulların hamısını götürərək öz avtomobili ilə səyahətə çıxdı. Plankın markalarının məşhurlaşmasında kimlərin rolu oldu? Razı qalan idmançılar bunu başqalarına da tövsiyə etdi. Ancaq nə qədər gəlir etdi? Biz bunu əldə etdiyi gəlirin miqdarını konkret şəkildə deyə bilmərik. Gəlirik 16-cı sualımıza. Giriş əsas nəticəyə uyğunlaşdırmalıyam. Şirkət 96-cı ilin sonunda 17 min dollarlıq gəlir əldə etdi. 96-cı ilin sonunda deməli 17 min dollarlıq gəlir əldə etdi. Mən bunu hansı hissəyə qoya bilərəm ay uşaqlar? Mən bunu qoysam, deməli bunu əsas hissəyə uyğunlaşdıra bilərik də. Çünki 96-cı il deyir bizə. Deməli A-nı əsasa qoyduq. Fabrikin yaranması ilə biznesin uğurları daha da artdı. Fabriki harda qurdu bu? Ən axırda qurdu, elə? Ohio fabrikini qurdu. Deməli bunu nəticəyə gətirə bilərik. Sonra uşaq yaşlarında peşəkar şəkildə bu idmanla məşğul olan Plankı narahat edən bir məsələ var idi. Bunu mən hara göstərə bilərəm? Baxın, deməli deyir ki, futbol məşqləri zamanı tərləmiş köynəkləri dəyişməkdən təngə gəlmişdi, bezmişdi. Bunu mən girişdə gördüm uşaqlar. Deməli, C-ni gətirib girişə qoyacağam. Sonra səyahət göstərdi ki, Plank yanılmamışdı. Səyahətə harda çıxdı? Əsasda çıxdı o səyahətə. Demək, mən D variantını da gətirəcəm, qoyacağam hara? Əsasının qarşısına. 1-ə C, 2-ə A-nı, D-ni, 3-ə isə fabrikin yaranması B variantı. 1-ə C, 2-ə A, D, 3-ə B. Elə A variantı uyğun cavabımız kimi gələcək. Sonra deyir ki, verilmiş fikirlərdən biri mətnə görə əsaslandırmaq olar. Yəni ki, mətndə təsdiqini tapmalıdır. Plank qətiyyətli addım atmaqdan çəkinmir. Pulunu ev almağa xərcləmək istəmir. Zirzəmidə yaşayır. Bu fikri biz əsaslandıra bilmərik. O, yəni zirzəmidə yaşadı. Belə bir faktı görmədik. Markaların brendə çevrilməsi üçün reklamdan istifadə etdi. Reklam yox idi, sadəcə dostları tanıdırdılar. Əvvəllər də bu tipli markalardan istifadə edildiyini bilirdi. Bəs istifadə edilirdisə niyə əziyyət çəkirdi? Amma A variantını əsaslandıra bilərəm. Plank qətiyyətli addım atmaqdan çəkinmir və o neynir? O işə başlayır. Belə bir şeyi ortaya çıxardır, istehsal edir və başlayır onu, belə deyək, avtomobili ilə satışını etməyə, ilk dəfə aparır, insanlar arasında tanıdır, sonra dostlarının köməkliyi ilə bu daha da tanınmağa başlayır. Deməli, addım atmaqdan çəkinmədi. Gəlirik digər suallarımıza, digər səhifəmizə keçid eləyək. Aha, indi burada bizi qayda sualları gözləyir. Baxırıq sualımıza. Uşaqlar, bizdən nə istəyir? Bizə deyir ki, fe'l zərfin sualına cavab verə bilər. Yəni ki, sənə deyir, burada sən fe'li bağlamanı tapmalısan. Gedənlər fe'li sifətdir. Mən burada B-ni götürə bilərəm. Bizə gələndə fe'l hansı sualına cavab verə bilər? Yəni mənə nə deyir? Deyir fe'li sifəti tap. Ağlağan uşaq. Ağa nəğən, bayaqki nümunədəki kimi. Burada fe'li sifət bizə fe'ldən düzələn sifətdir. Amma köçürülmüş, mış, köçürülmüş yazı hissi. Hansı? Köçürülmüş. Burada mən fe'li sifəti görə bilərəm. Ancaq birincidə nəyə gördüm? Ağlağan uşaq. Hansı uşaq? Ağlağan uşaq. Ağan, əğən şəkilçisi ilə düzəlib, fe'ldən düzələn sifətdir. Mənsubiyyə çəkiltili söz fe'ldir. Baxış isimdir, amma belə deyirik burada, onun belə baxmağı
onun baxmağı. Maq məstər şəkilçisi, üstəgələk mənsubiyyət. Deməli, mən 1-ə də B-ni, 2-yə də B-ni, 3-ə də B-ni. Doğru cavabım olacaqdı mənim. Deməli, 1-ə B, 2-yə B, 3-ə B. Aha, B variantı doğru cavabım olacaq. Gəlirik 19-a. 19 məndən nə istəyir? Deyir ki, ismin iki halında düşünülə bilər. Biz sizlə sait düşmə məsələsi haqqında danışmışıq. Uşaqlar, biz bilirik ki, oğlu sözü əgər saitini salmayıbsa, bu birmənalı şəkildə təsirli haldadır. Ancaq yarpağın, məsələn, yarpağın saplağı yiyəlikdədir. Bir də deyirəm ki, sənin yarpağın, yəni sənin əlində olan yarpaq. Burada mənsubiyyət şəkilçisi kimi işlənə bilər. Deməli, mən biri götürərəm. Ancaq oğlu sözü təsirli hal kimi düşünə biləcəm. Çünki saitini salmayıb. Sonra o əvəzliyi ism əvəz etmişdir. O bizə gəlirdi. Kim? O. 4-ü götürəcəm. Deməli, bura yazaq. 1-i götürdüm, 4-ü götürdüm. Yer zərfi işlənmişdir. Oranı götürəcəm, 5-i götürərəm. İsmin sualına cavab verən söz isim deyil. Gözəllik isimdir, amma igid ölər adı qalar. Kim? İgid. Burada sifətli onun isimləşməsinə rast gəlirik. Bir də, deməli, 8-i götürdüm. 1, 4, 5, 8. Mənim doğru variantım B variantı olacaq. Gəlirik ən sonuncu 20-ci sualımıza. Eyni zamanda həm ismi, həm də feili birləşmələr. Feili birləşmələr əsas tərəfimiz məstər, feili sifət, feili bağlama ilə ifadə olunub. İsmi birləşmələr isə adlarla ifadə olunmalıdır. Onun gözləri telefona baxmaqdan zərər görmüşdü. Nədən? Telefona baxmaqdan. Mən birincini doğru götürə bilərəm. Həm ismi var, həm feili var. Bir gün atasının əskərlikdəki şəkillərini evdən tapdı. Mən burada feili görmədim. Çıxardıram. Yaşıl çəmənliklər onun gözlərində qeyri-adi bir mənzərə yaratdı. Feili görmədim. Lazım olan pullar toplandıqca ananın sevinci. Ananın sevinci, lazım olan pullar toplandıqca. Feili də gördüm, ismi də gördüm. Bu yurdun müdafiəsi onun zehnində canlananda, deməli, uşaqlar, yurdun müdafiəsini gördüm, zehnində canlanandanı gördüm, həm feili, həm ismi birləşmə oldu. 1, 4, 5 mənim doğru variantım olacaqdı B variantı. Ümid edirəm hər birimiz yaxşı nəticələr əldə edərik. Ümid edirəm hər birimiz üçün aydın oldu. Sağ olun uşaqlar.